Məşuq aşiqin xeyrinə əməl eləyəndə eşq adamı dayda öldürür. Mənfəət güdmürsən, amma o ancaq qarşılıq verir sənin sevgivə, cavab verir artıqlaması ilə. Sən onu sevirsən, o sənin ehtiyaclarını qarşılamaqla məşğuldur. Bunu ancaq Allah eləyə bilər. Bu sevgini, bu qarşılığı ancaq Allah verə bilər bəndəsinə, insana. Belə məhəbbət ancaq Allah layiqdir. Həzrət Peyğəmbər bilirsiniz nə deyir? Deyir, Musa getdi, bir müddət dağda qaldı, Tur dağında. Allahla münacat elədi. Nə hallara düşürdü Musa özü bilirdi, Allah'a bilirdi. Amma bizim Peyğəmbər deyir ki, Musa aleyhissalam bu müddətdə nə yemək yedi, nə su içdi, nə yatdı, heç nə. Bütün ehtiyaclarını bu məhəbbət ödədi. Bu məhəbbətin şiddəti belədir. Təbii ehtiyacları da ödəyir. Təbii ehtiyacları da ödəyir. Yuxuya da ehtiyac qalmır, yemək istəyi yoxdur, onu da məhəbbət ödəyir. İçmək istəyi yoxdur, onu da məhəbbət ödəyir. Bir müddət Peyğəmbər Həzrəti Musa aleyhissalam haqqında belə danışır. Kərbəla şəhidləri ən gözəl nümunələrdən biridir də. Kərbəla şəhidləri fədakarcasına, xalis şəkildə canlarını gətirib Allaha təqdim elədilər. Allah neynədi bəs? Allah neynədi? Allah belə elədi ki, siz ki aşiqanə mənim yolumda can verirsiniz, mən də imkan verməyəcəm ki, siz əzab çəkəsiz. İmamlar buyurur ki, Kərbəla şəhidləri bir dənə ağrı acı keçirtmirdilər. O qədər qılınc zərbəsi heç bir ağrı vermirdi onlara. Siz deyirsiniz, nə asandı elə mən də eləyərdim bunu. Axı, bura qədər yol gəliblər. Bu eşq yolunun nəticəsidir, bilirsiniz. Bu bura gəlib, aşiq olub, Allahın aşiqi olub, Allahın başına dolanıb, bu eşqinin cavabıdır ki, Allah deyir, indi sən də mənim yolumda qılınclar bədənivə dəyəcək, zərrə ağrı hiss eləməyəcəksən. İmam Sadiq əleyhissalam buyurur. Buyurur, onlar ağrı hiss eləmirdi ki. Onlar əziyyət çəkmirdi. Onlar əziyyət çəkmirdi. Heç bir ağrı hissi keçirmirdilər. Uzaqdan sən baxırsan, aşiqin həyatı əziyyətli görünür sənə, uzaqdan baxanda. Amma yaxınlaşanda əziyyətləri min cür ləzzətli olarım. Başa düşmürük ki biz. Başa düşmürük. Onun əziyyət deyil, o əziyyət çəkdikcə xoşlanır. Bəlkə Ramazan ayında, bəlkə Ramazan ayında bir zərrə bu mövzunu biz başa düşək. Bəlkə, bilmirəm. Bəzən deyirsən, deyir, yox. O gün bir dostumuzdan soruşuram ki, oruc ləzzət eləyir, adamı boynuna qoyuram, deyirəm, yaxşıdır, əladır, ləzzət deyir, yox, deməzdim. O qədər deyir, yox. Bəlkə də buradadır indi. Mən boynuna qoyuram ki, elə bil oruc əladır, ləzzət eləyir, xoş keçir adam üçün falan. Deyir, valla deməzdim, yəni elə gözləyirəm ki, iftarın vaxtı gəlsin, yeməyimi yiyeyim. İndi bəlkə də, amma nəyi demək istəyirəm? Bəlkə də bu hissi biraz siz Ramazan ayında başa düşərsiniz. O ki, deyirəm, aşiqin, indi biz aşiq deyilik də heç birimiz. Bir-birimizi yaxşı tanıyırıq da, bilirik nə yuvanın qışıyıq biz. Bir-birimizi yaxşı tanıyırıq. Aşiq olmasaq da, məsələn deyirəm ki, orucun ləzzətini Allah daddırır bizə. Məsələn deyək, uzaqdan baxan insan üçün 18 saat oruc olmaq, tamam bu işlərdən uzaq adam üçün. Matməəttər qalır ki, 18, 17, 18 saat yayın günündə aç, susuz qalmaq çox çətindir. Amma biraz yaxına gəlirsən, insafla deyək, indi yenə deyirəm, oğlan kimi desəz heç, amma insafla deyək, doğrudan da bunun, necə deyim, əziyyətinin özünün böyük bir əziyyət olmadığını insan başa düşür. Nəinki əziyyəti, bəzən deyirsən ki, bu əziyyət özü böyük bir ləzzətdir insan üçün. İndi biz heç Allah aşiqi olmaya, orucun təsirindən beləyik, amma Allah aşiqləri başqadır. Uzaqdan onların həyatına baxırsan, o əziyyət kimi görünür. Amma yaxınlaşanda görürsən, əziyyətləri də Allahın mükafatıdır. Əziyyətdən ləzzət alırlar. Həzrəti Zeynəbin bu məşhur sözü kimi, "Mə rəeytu illə cəmilə." Mən gözəllikdən başqa bir şey görmədim. Bu bilirsiniz, bu xanım Zeynəb fikirləşib bu cavabı vermədi, gördüyünü dedi. Bilirsiniz, aşiq məşuqu yolunda verdikcə, sinəsinə dağ çəkildikcə, bilirsiniz, qəribə bir ləzzət aləminə düşür. Ona görə soruşan kimi Kərbəladan nə gördün? Dərhal düşünmədən cavab verdi. Gördüyünü dedi sadəcə. Demədi, belə cavab verim. Gördüyünü dedi. "Mə rəeytu illə cəmilə." Gözəllikdən başqa bir şey görmədim. Bir-birindən gözəl səhnələr gördüm.
Bir-birindən gözəl səhnələr gördüm. Aşiq ən bəlalı vaxtı belədirsə, asayiş vaxtı da gör. Hər zamanı onun üçün ləzzətli, xoşluqdur. Sən fədakarlıq eləyirsən, o məhəbbət göstərir. O məhəbbət göstərdikcə, sən daha da od tutub yanırsan, daha da aşiq olursan ona. Axı ilahin, mən layiq deyiləm buna. O lütf eləyir, məhəbbətə qarşılıq verir, sən daha da aşiq olursan. Ona görə yox, qarşılıq istəyirsən. Ona görə ki, deyirsən, sən nə qədər sevilməyə layiq Allahsan. Sən kimsən? Sən nə qədər rəhimlisən? Mən neynirəm ki, sən mənə qarşılıq verirsən? Bəli, məhəbbət fədakarlıqdır. Amma onun elə böyüklüyü ondadır ki, cavab verir sənin məhəbbətvə. Sən daha da biçarə eləyir. Heyrət içində baxırsan ona. Biri can verir, deyir, mən heç nə istəmirəm. Canım qurbandır Allaha, şəhid olur. İndi otur mükafatlarını say. Şəhidlərə nələr vəd eləyir? Nələr vəd eləyir? Nə qarşılıqlar verir şəhidlərə? Qanı töküldü, günahları bağışlanır. Hey, say da say, açın şəhid haqqında oxuyun, nələr verir? Hansı mükafatları bəxş edir? Bir adam malını xərcləyir, hörmətini xərcləyir. Allah and olsun, dünyada artıqlaması ilə verir. Dünyada verir, qiyamətə qoymur. Onun yolunda xərcləyirsən, verir. Sizə bir söz deyim. Deyim, ya deməyim. Sizə bir söz deyim, o mal, o hörmət, o can ki Allah yolunda verirsən, əvəzində 1000 əvəzin verir. Bilirsiniz də ki, o sizin deyil, bizim deyil. Bir şərt deyir, mənim malım. Nəyimiz var bizim? Mənim nəyim var? Hər şey onundur da, hər şey onundur. Dildə deyir, mənim canım, mənim malım. Özünün olanını özünə qaytarırsan, özünün olanını özünə qaytarırsan, verməsəydin də öz zərərlə qutaracaqdı. Sən şəhid olmasaydın, onsuz da öləcəkdin. Ölməyəcəkdin, şəhid olmasan öləcəkdin. Malını verməsəydin, o vermədiyin mal başının bəlası olacaqdı dünyada. Kim malını Allah yolunda xərcləmir, mən onlara bu vədəni verirəm. Dünyada o mal onun başına oynasacaq. Xərcləmirsənsə, özü artıq yükdür. Onun belini sındıracaq dünyadaykən. Kim hörmətin xərcləmir haqq yolunda ki, bəzi adam var, haqq sözü danışmır ki, hörmətdən düşərəm. Kiminsə xoşuna gəlməz. O bir gün hörmətsiz olacaq, mütləq hörmətsiz olacaq. Nəyimə lazımdır kiminsə yanında özümü pis eləyim. Haqq yolunda hörmətindən, izzətindən xərcləmirsə, hörməti, izzəti mütləq aradan gedəcək bir gün. Dünyanın qaydası budur. Və bütün bunlara baxmayaraq, sən öz malını, öz verdiyi hörməti, öz canı özünə qaytarırsan, o da mükafat verir, lütf eləyir sənə, öldürür səni. Dəhşətə gəlirsən onun qarşısında. Bu eşq aləmidir, bu məhəbbət aləmidir. Bir alim danışırdı, bilirsiniz də Ərbəyin ziyarətində 10 günlərlə o yerli cemaata qulluq eləyir. Bunu hamı bilir də, görmüsünüz. Gedənlər görüb, getməyənlər də eşidib. Təmənnasız cemaat, oranın cemaatı zəvvarlara xidmət göstərir. Yalvara. Yalvara. Möcüzədir də dünyanın möcüzəsidir. Bu Ərbəyin bir möcüzədir. Oturub tamaşa eləmək lazımdır. Görək bunun axırı hara gedir, çıxır, maraqlısı odur. Artıq bir hərəkətdir ki, gedir, bilmirəm, müsbət tərəflərə gedir. Axırı çox işıqlı bir gələcəyə tərəf gedir. Bir alim danışır ki, bir ərəbə baxırdım, ağlayıb gözünün yaşını tökürdü. Deyirdi, mən neyniyim ki, mən bu yolda nə xərcləyirəm, neçə bərabər özümə qayıdır. Mən İmam Hüseynlə müamilə edirəm, deyirəm, ağa qurban olum, istəyirəm bir il sənin yolunda fəqir olum, sənin yolunda xərcliyim, qarşılıq istəmirəm. İstəyirəm bir dəfə ziyana düşüm sənin yolunda, qarşılığın ödəyir ki, ödəyir də, neyniyim? Deyir, oturub zar göz yaşı tökürdü, hərəmə baxırdı, deyirdi, mən hər il istəyirəm ki, o qədər elədi, mən də nəyimdənsə keçim, bir il bir qədər fəqirlik hiss edeyim, deyim, İmam Hüseyin yolunda bu fəqirliyi sökün. Xeyri yoxdur, mən yalvarıram, o deyir, yox, onun ağalığı öz yerindədir. Nə olsun sən təmənnasız verirsən, o artıqlaması ilə qaytarır, daha da dəli eləyir məni, daha da aşiq eləyir məni, daha da özünə məftun eləyir. Sən necə ağasan?
Sən onun yolunda hərəkət edirsən, vacib deyil heç ərbəyində. Haçan Kərbəlaya getdiniz? Sən onun yolunda hərəkət edirsən, belə təsəvvür edin ki, deyir, vay bunun ayağı ağrıyır. Belədir, valla belədir, valla belədir. Deyir, bunun atdığı addımın əvəzində ilahi hər addıma buna savab ver. Sən ayaq hayında deyilsən, sən onun üçün gəlmisən, amma o lütf eləyir. Bu eşqin ləzzəti var, bilirsiniz? Bu eşqin ləzzəti var. Onun sənin məhəbbət və ehtiyacı yoxdur, ancaq qarşılıq verir. Sən də daha da xəcalətli olursan, daha da günü-gündən başın aşağı enir. Bu benzin tökür məhəbbətin üstünə. Bu qarşılıq adamı öldürür. Qarşılıq istəmirsən, layiq olduğundan az eləyirsən, o da sənə 100 dəfə deyir, sənə təşəkkür edirəm, mənim bəndəm, minnətdaram, çox sağ ol. Deyirsən, axı, mən neynədiyim, daha da aşiq olursan ona, daha da xəcalətli olursan. İmam Səccadın bir duası var, ağzımız orucdur, mən tərcümə yox, məzmununu deyirəm sizə. Yəni, məzmunu belədir təxminən. Gözəl sözlər deyir İmam Səccad əleyhissalam Allah. Deyir ki, İlahi, qiyamətdə məni bağışlasan, məzmunu belədir. Qiyamətdə məni bağışlasan, xəcalətdən ölərəm, neyniyərəm? Yəni, bağışlamamağım bir dərd, əzaba dözə bilmirəm. Bağışlamağım bir dərd ki, məni də bağışladın, qəribə bir haldır. Sən qiyamətdə əli qaldıracaqsan ki, ilahi yalvarıram, məni bağışla, taqətim yoxdur cəhənnəmə dözməyə. O da dərhal bağışlayacaq, indi də heyrətdən, xəcalətdən başı aşağı salacaqsan ki, ilahi doğrudan bağışladın məni, görəcəksən bir anın içində əməl dəftərindən bütün günahlarını sildi. Lütfü bu qədərdir. Lütfü adamı xəcalətli eləyir.